Universitet seçimi zamanı nələrə diqqət etmək lazımdır? Çox vaxt valideynlər və tələbələr universitet seçimi zamanı ən əsas faktor olaraq reytingi nəzərdə saxlayır ki, bu çox da doğru bir addım deyil. Ona görə mən sizin üçün ən vacib olacaq 5 meyarı seçdim, bunları deyəcəm. Ən birinci meyar odur ki, baxmaq lazımdır universitetin məzunlarına. Məzunları rahat şəkildə iş tapa biliblərmi? Haralarda işləyirlər? Magistratura üçün hansı universitetlərə sənəd göndərirlər. Buna baxmaq lazımdır. Yəni bir universitetin məzunu universitetin ən yaxşı göstərici ola bilər. İkinci meyar tədrisin keyfiyyətinə fikir vermək lazımdır. Tədris daha çox nəzəriyyəyə yoxsa praktikaya əsaslanır. Tədris zamanı müxtəlif layihələr həyata keçirirlərmi? Tədris zamanı müxtəlif proqramlar, softverlərdən istifadə olunurmu? Bunlara çox diqqət etmək lazımdır. Üçüncü faktor baxmaq lazımdır ki, tədris və karyera imkanları hansı formadır. Yəni sizin üçün universitet tək diplom verməməlidir. Həm də sizi əmək bazarına hazırlamalıdır. Yəni ki, universitetin kifayət qədər karyera imkanları varmı? Sənayedən şirkətlərlə əlaqə qruplarmı, networkingi varmı? Yəni müxtəlif şəkildə rahat internship proqramları və ya işə düzəltmək üçün müxtəlif şirkətlərlə əlaqələri varmı? Buna baxmaq lazımdır. Dördüncü meyar təbii ki, xərc meyarıdır. Yəni buna mütləq fikir vermək lazımdır. Yəni universitet seçimi zamanı tək təhsil haqqını yox, həm də digər xərcləri nəzərə almaq lazımdır. Orada yaşamaq, orada qidalanmaq xərcləri, səyahət xərcləri, bunların hamısına fikir vermək lazımdır. Və ən vacib məsələ, 5-ci meyar budur ki, baxmaq lazımdır. Universitet sizin məqsədləriniz üçün uyğundurmu? Əgər siz akademik sahədə ilərləmək istəyirsinizsə, yəni bakalavrdan sonra magistr, ondan sonra PhD-yə yönəlmək istəyirsinizsə, daha çox araşdırma yönümlü universitet seçməlisiniz. Yox, əgər siz universiteti bitirdikdən dərhal sonra əmək bazarına keçmək və artıq çalışmağa başlamaq istəyirsinizsə, bunun üçün sənaye ilə əlaqəsi olan universitetə getmək çox məsləhətdir. Çünki niyə? Onlar sizə iş tapmaqda bir növ rahatlıq verə bilərlər. Buna mütləq diqqət yetirin. Əlavə sualınız olarsa, mənimlə əlaqə saxlaya bilərsiniz.